Bugün Cənub xanlıqlarından götürdük. Ekranda düzəldəyim. Aha. Deməli belə, başlayağın onda mövzumuzun izahına. Bugünkü mövzumuz olacaq Azərbaycan Cənub xanlıqları. İzah edəndən sonra qaranlıq nə qaldısa, suallarınızı verib soruşa bilərsiniz. Yəni, eyni zamanda testimizə də baxacağıq. İlk öncə belə bir sual vermək istəyirəm. Ekranda xəritəni görürsünüz. Bəli. Aha, Bəli. əla. Və qoşulan tələbələrdən xahiş edirəm. Keçən dəfə dərsimizdə olmuşdu, tələbəmizin bir ekranı yazmışdı. Yəni, burada qələmlə ekrana müdaxilə etmək olur. Ekran hər kəsdə görüləndə ekranı yaxınlaşdırıb uzaqlaşdırmaq olur. Amma müdaxilələr mümkünsə olmasın. Amma suallarınızı verin. Təbii ki, testin izahını indi birlikdə bərabər testimizə baxacağıq. Ramilə qoşulub, Ramilənin səs gəldi bayaq. Bəli, müəllim. Aha, əla. Qoşulmağınız yaxşı oldu uşaqlar, çünki Əfşarlardan sonra növbəti mövzu Azərbaycan Cənub xanlıqları, yəni xanlıqlar mövzusudur. İlk öncə xanlıqlar necə yaranıb, bunun haqqında sizə məlumat verim. Xanlıqlar 1700 bilirsiniz ki, 36-cı ildən 1747-yə qədər Əfşarlar dövləti mövcud olub. Buna deyirik tarixdə Əfşarlar imperiyası. Və Əfşarlar imperiyasının deməli 1747-ci ildə süqutundan sonra bilirsiniz ki, Nadir Şah Əfşar sui-qəsd nəticəsində öldürüldü. Və Əfşarlar imperiyasının süqutundan sonra Azərbaycan ayrıldı. Müxtəlif xanlıqlara parçalandı. Mümkünsə kameralara açarsınız uşaqlar. Əgər nəsə bir sual cavabınız da olacaq, ona görə deyirəm ki, mümkünsə kameralarınız açıq olar. Deməli belə, indi gəlin bir əfşarlardan bir sual cavab edək. Ondan sonra keçək xanlıqlara. Mənə deyə bilərsiniz, Nadir Şahın dövlətinin Səfəvilər dövlətindən fərqi nə idi? Nadir Şah Əfşar imperiyası Nadir Şah Səfəvilər dövlətinə son qoyaraq öz imperiyasını yaratdı. Səfəvilər dövləti 16-cı əsrdən etibarən öz mövcudluğunu yaşamışdı. Nadir Şah Əfşar imperiyası isə 18-ci əsrdən etibarən. Ay, sağ olun, Bir də doğru. ki, Səfəvi dövlətində daha çox hökmdar olub, amma Nadir Şah Əfşar imperiyasında Nadir Şah. Bəli, şah xüsusiyyətləridir, bəli. O titulu daşıyırdı. Bəs deyə bilərəmmi, hər ikisi tam mərkəzləşdirilmiş dövlət idi? Xeyr, Nadir Şah Əfşar imperiyası mərkəzləşdirilmiş deyildi, amma Səfəvilər Mərkəzləşdirilmiş idi, bəli, tamamilə doğrudur. Bu arada birdən testlərə sizə düşər ki, 18-ci əsrin əvvəllərində Azərbaycanda mərkəzləşdirilmiş dövlət var idi. Bu cümlə düzgündür. Çünki 18-ci əsrin əvvəllərinə qədər, yəni 1736-ya qədər Səfəvi mövcud olub. Yəni mərkəzləşdirilmiş dövlət qeyd edə bilərik. Əfşarlar ola bilmədi, bəs onun səbəbi nə idi? Nadirə qarşı üsyanlar olurdu. Üsyanların səbəbi nə idi? Niyə Əfşarlar dövləti bir qədər son dövrdə zəiflədi? Çünki Nadir Şah ağır vergi siyasəti yürüdürdü, bir də köçünmə siyasəti. Bu da əhalinin xoşuna gəlmirdi. Tez-tez səfərlərə gedirdi. Bu da əhali deyirdi ki, sən iqtisadiyyata daha çox önəm ver. Amma Nadir Şah daha çox yeni ərazi işğal etmək ya da onun dövründə Osmanlıların və ya Rusların işğal etdikləri əraziləri geri almaq idi məqsədi. Buna görə də əhali onlara qarşı üsyan qaldırır. Buna görə də Nadir Şahın dövləti biraz da olsa zəifləyir. Hay sağ ol. Bəli, tamamilə doğrudur. Yəni əslində güclü bir dövlət yaratmışdı, güclü bir Əfşarlar imperiyası yaratmışdı, amma baş verən o proseslər, feodal dağınıqlığı dövrünün başlanması, bunların hər biri mərkəzləşdirilmiş dövlətin, yəni Əfşarlar tərəfindən yaradılmasına mane oldu. Və 18-ci əsrin birinci yarısından etibarən bilirsiniz ki, 1747-ci il birinci yarısı sayılır. Birinci yarısından etibarən Azərbaycanda başladı xanlıqlar dövrü. 1747-də, yəni belə fikirləşin də, xəritəni görürsünüz, Şimali və Cənubi Azərbaycan. Bunların hər bir rayonumuz, hər bir şəhərimiz bir xanlıq sayılırdı. Bu da istər-istəməz təbii ki, vahidliyin qarşısını alırdı, tez-tez ölkəyə yad elli hücumlarına səbəb olurdu
Ölkədə axı pərakəndəlik hökm sürürdü. E, Nadir Şahın imperiyasının süqutundan sonra Azərbaycan ərazisi xanlıqlara, sultanlıqlara, məlikliklərə, bir də camaatlığa bölündü. Camaatlıq deyəndə sizcə hansı ərazini nəzərdə tuturam? Cəmaətlıq, yəni rəiyyətin yaşadığı ərazi. Bir camaatlığımız var bizim tarixən. Car Balakən camaatlığı. Hə, var. Yadınızdadır, Car Balakənlər tez-tez üsyan qaldırırdılar. Səfəvlərin dövründə carların üsyanı olub, Əfşarların dövründə olub. Ay, sağ ol. Carbalakən camaatlığı tarixdə 1830-cu ilə qədər Carbalakən camaatlığı olacaq. 1830-da Çar Rusiyasının dövründə Carbalakən camaatlığının daxili müstəqilliyi ləğv olunacaq. Deməli, biz bugünkü mövzumuz cənubdur deyə əsasən keçirik cənuba, yəni Arazdan cənubdakı Azərbaycan torpaqlarına. Cənubi Azərbaycanda bu dövrdə Urmiya, Təbriz, Qaradağ, Ərdəbil, Sərab, Maku, Zəncan, Gilan, yəni müxtəlif xanlıqlarımız vardı. Xəritəyə diqqətlə baxın. Görürsüz? Arazdan cənubda. Arazdan cənubda Qaradağ xanlığı, Ərdəbil olsun, Sərabdır, Marağa, Təbriz, Xoy xanlığı, Maku xanlığı. Maku xanlığı baxın Naxçıvanla sərhəddə. Yəni bunların hər biri Azərbaycan cənubunda yerləşən xanlıqları idi. Bu xanlıqların meydana gəlməsinin səbəblərindən qeyd edək. Ölkədə natural təsərrüfat hökm sürürdü. Natural təsərrüfat nə idi? Kim deyər? Yəni ki, natural təsərrüfatda əldə olunanlar. Natural Yəni təsərrüfat əhali məsələn əkinçilik və maldarlıqla məşğul olurdu. Elə. o da bir tərəfdən düzdür, amma digər tərəfdən də əlavə edə bilərik. Natural təsərrüfat eyni zamanda bazarla əlaqəsi olmayan təsərrüfatdır. Yəni özləri nə düzəldirdilərsə, özləri üçün istehsal edirdi. Satmırdılar, başqa bir yerə göndərmirdilər. O insanlar, o dövrdə yaşayan insanlar natural təsərrüfatla hökm sürürdü deyə iqtisadi əlaqələr zəif idi. İqtisadi əlaqələr niyə zəif idi qızlar? Çünki ən azından bu təsərrüfat digər bölgələrlə əlaqələr yaratmalıdır axı. Bunlar özləri üçün istehsal edir, düzəldirdilər deyə əlaqələr zəif idi. Hər bir xanlıqda müxtəlif ölçü çəki vahidləri hökm sürürdü. Tutaq ki, bir nümunə deyim. Naxçıvanda bayrağı ayrı idi xanlıqlar dövründə. İrəvanın da bayrağı ayrı idi. Yəni bu nə deməkdir? Pərakəndəlik deməkdir. Şamaxının bayrağı ayrıdır, Bakının bayrağı ayrıdır, Qarabağın bayrağı ayrıdır. Hər xanlığın özünün bir bayrağı vardı. Yəni sanki hər xanlığımız özü üçün müstəqil bir dövlət idi. Bir tərəfdən də ki, Nadirin hələ sağlığında, Nadir onda hələ sağ idi. Onda bəzi Azərbaycanda fiyadallar var idi ki, öz müstəqilliklərini istəyirdi. Mən Əfşarları keçəndə demişdim, Şəki xanlığı 1743-də Şəki xanı Hacı Çələbi nə etmişdi? O Hacı Çələbi ora vəkil təyin olunmuşdu, hakim təyin olunmuşdu. Bəli. Və Nadir Şahın sağlığında özün ilk dəfə müstəqil elan edən xanlığımız Şəkidir. Yəni birdən sizə sual düşsə ki, ilk müstəqil xanlığımızın yaranması söhbət Şəkidən gedir. Şəki 1743-cü ildən bəri müstəqildir. Amma tam belə digər əraziləri tabe etməsi, tam müstəqil siyasət yürütməsi o Nadirin ölümündən sonra oldu. 1747-dən sonra oldu. Cənub xanlıqlarımız içərisində, yəni bir sözlə Cənub Azərbaycan xanlıqları içərisində ən güclü xanlıq Urmiyadır. Baxın, xanlıqların konspektində də qeyd etmişəm. Niyə ən güclü xanlıq Urmiyadır? Qeyd edək. Çünki bu xanlıq birləşdirmə siyasəti aparıb. Birləşdirmə nə deməkdir? Yəni ki, əraziləri bir-birinə birləşdirib vahid bir şəkildə idarə edir. Özünün xanlıqları. Bəli, tamamilə doğrudur. Fətəli Urmiya xanlığın əsasını qoyan Fətəli xan Əfşardır. Bu adamın soyadına fikir verirsiniz, Əfşar. Ola bilərmi bu da Nadirin nəslindən olsun? Bəli. Bəli. Nadirin nəslindən idi. Bəli. Əfşarların süqutundan sonra uşaqlar. Əmsoğlu idi səfərlə. O Təbriz xanı idi, Əmiraslan xan Əmsoğlu. Bu da qohumu idi, bəli. Bu da hətta Nadir Şahın sərkərdəsi Azad xanla da ittifaq qurmuşdu. Yəni o nəsildən idi. Əfşarlar nəslindən idi. Ümumiyyətlə İrəvan xanlığı, sonra Zəncan xanlığı, Təbriz xanlığı,
Urmiya xanlığı bunları yaradan əfşarlar tayfası olub. İstəsəz qeyd edə bilərsiniz. Təbriz, Zəncan, Urmiya, İrəvan. Təbriz, Zəncan, Bəli. Urmiya, İrəvan. Bu 4 xanlığı yaradan əfşarlar nəsli olub. Əfşar tayfaları olub. Əfşar tayfaları tərəfindən yaradılmışdı. Urmiya xanlığın əsasını Fətəli xan Əfşar qoyub 1747-ci ildə. Xanlıq xəritədən də baxa bilərsiniz. Urmiya gölünün sol tərəfində. Xanlığın birinci mərkəzi olub Urmiya şəhəri. Ondan sonra Təbrizi tutandan sonra xanlığın mərkəzi köçürüldü Urmiyadan Təbrizə. Yəni Təbriz əraziləri də Urmiya xanlığının tərkibinə daxil edilmişdi. Urmiyalı Fətəli xan Əfşar birləşdirmə siyasəti aparmışdı və eyni zamanda mərkəzləşdirmə siyasəti də aparıb. Mərkəzləşdirmə siyasəti apararaq Azərbaycan uğrunda mübarizəyə başladı və Nadir Şahın sərkərdəsi Azad xanla ittifaq bağladı. Azad xan Nadir Şahın sərkərdəsi idi. Onunla ittifaq bağladı ki, həm hakimiyyəti güclənsin, həm də digər əraziləri tabe etmək bir qədər asan olsun. Eyni zamanda digər Cənub xanlığımız Xoy xanlığı. Xəritədə də baxa bilərsiniz. Baxın, Maku xanlığından aşağıda. Xoy xanlığını görürsünüz, Urmiyanın üzərində. Xoy xanlığı ilə də müttəfiqlik əlaqələri yaratdı. Yəni Xoy xanı Şahbaz xanı da öz tərəfinə çəkmişdi. Hansı ki, bu Şahbaz xan əvvəlcə Urmiyalı Fətəliyə kömək etsə də, sonradan ona qarşı çıxıb gedib Kərim xan Zəndlə ittifaq yaratmışdı. İndi növbəti mərhələdə deyəcəyik onlar kimlərdir. Deməli, Xoy xanını da öz tərəfinə çəkdi. Sərab, Marağa, Qaradağ, Xoy xanlıqların tabe etdi. Baxın, yəni bura qeyd edəyim. Görürsünüz xəritədə. Deməli, Xoy xanlığı, Qaradağ xanlığı, sonra Marağa xanlığı və Sərab xanlığı. Bunları özündən asılı vəziyyətə saldı. Yəni öz ərazisinə tabe etdi. Bunları tabe edəndən sonra baxın, burada bir cümlə var. Görürsünüz bunu. Ərdəbil və Maku xanlıqlarından başqa Cənub Azərbaycan xanlıqlarını özünə tabe etdi. Bəli. Cənub xanlıqları içərisində Ərdəbil və Makunu çıxmağına Mənim kitabda Zəncan da yazılıb. o Zəncan xanlığı çox da müstəqilliyini saxlayan bir xanlıq olmayıb. Niyə görə qeyd edirəm qızlar? Zəncan xanlığı Urmiya xanlığına da bir müddət tabe olub. Yəni Urmiya xanlığının da o ərazilərə gedib çıxıb, amma uzun müddət müstəqilliyini saxlamayıb. Elə 18-ci əsrdə yaranıb, 18-ci əsrin sonunda da Qacarlar dövlətinin tərkibinə daxil olub. Siyasi proseslərdə o qədər də iştirak edən bir xanlıq olmayıb. Amma Əfşar Türk nəsli tərəfindən yaradılmışdı. Deməli, bu Urmiyalı Fətəli xan Əfşarın birləşdirmə siyasəti təbii ki, Cənubi Azərbaycanda bəzi qüvvələrin narazılığına səbəb oldu və hansı ki, o qüvvələr kimlər idi? Biri Zəndilərin hökmdarı Kərim xan Zənd, digəri də Qacarların başçısı Məhəmməd Həsən xan Qacar. Desəz ki, indi birdən müəllim, bunlar kimlərdir? Bunlar hər ikisi, yəni Qacarlar və Zəndilər, həmin dövrdə Cənubi Azərbaycanda bir tərəf gedir, çıxır oradan, cənubdan o tərəfə, İran ərazilərində hakimiyyət uğrunda mübarizə aparan qüvvələr idi. Yəni o dövrdə Zəndilərlə Qacarlar arasında mübarizə gedirdi. Bu mübarizə şəraitində Məhəmməd Həsən xan Qacar Azərbaycan cənub əraziləri tabe edəndən sonra 1757-ci ildə Qarabağa gedir. Məhəmməd Həsən xan Qacar. Onun Qarabağda olmasından istifadə edən Cənubi Azərbaycanda, yəni digər bir qüvvə də vardı, Zəndilər. Yəni Cənubi Azərbaycanda iki qüvvə bir-birindən mübarizə aparırdı. Biri Zəndilər idi, biri Qacarlar idi. Bunlar müəyyən qədər fürsət tapdıqca Azərbaycan torpaqlarına yürüş edirdilər. Məhəmməd Həsən xan Qacar Qarabağa yürüş edəndə onun orada olmasından istifadə edən Kərim xan Zənd Astrabada yürüş etdi. Və onun Astrabada getməsi xəbəri çatdı Məhəmməd Həsən xan Qacara. Qarabağdan geri qayıtdı ki, gedib Astrabadı qorusun. Və o geri qayıdanda da Məhəmməd Həsən xan Qacar Astrabada doğru geri qayıdanda Urmiya xanlığını da özündən asılı hala salmışdı. Yəni özünə tabe etmişdi.
Məhəmməd Həsən xanın ölümündən sonra Urmiya xanlığı Tabe edeyim. hə, bəli, özündən tabe etmişdi. Məhəmməd Həsən xan Qacarın ölümündən sonra Urmiya xanlığı yenidən öz müstəqilliyini bərpa etdi və birləşdirmə siyasətinə davam etdi. 1759-cu ildə Urmiyalı Fətəli xan Əfşar Qarabağa yürüş etdi. Bu arada tarixdə digər də xanlıqlarda Fətəli olub. Qubalı Fətəli xan da var. Amma bunları necə qarışdırmırsınız? Axırında Əfşar varsa, bilin ki, söhbət Urmiyadan gedir. Əfşar yoxdursa, Fətəli xandırsa, söhbət Qubadan gedir. Yəni, onların adlarının önünə yazırlar. Urmiyalı Fətəli xan Əfşar, Qubalı Fətəli xan. 1759-da Urmiyalı Fətəli xan Əfşar, burada mən konspektdə də qeyd etmişəm, Qarabağ xanlığına yürüş etdi və Qarabağı özündən asılı hala saldı. Necə asılı hala saldı? Əvvəlcə 6 ay Şuşa qalasını mühasirədə saxladı. 6 ay müddətində Şuşa qalası mühasirədə qaldı. Şuşanın mühasirəsindən sonra Pənahəli xan oğlu İbrahim Xəlil xanı, məncə adını eşitmisiniz. Qarabağlı Pənahəli xan, Qarabağlı İbrahim Xəlil xan. Oğlu İbrahim Xəlil xanı Bəli. Fətəli xan Əfşara girov verməklə Qarabağı xilas etdi. Yəni düzdür, asılılığı qəbul etdi. Pənahəli xan dedi ki, bundan sonra Qarabağ xanlığı Urmiyanın asıllığını qəbul edir. Amma eyni zamanda oğlunu da girov olaraq verib Şuşa şəhərini azad etmişdi. Fətəli xan Qarabağdan qaydanda, yəni geri qayıtdı, şimal tərəfə yenidən Şimal Azərbaycan torpaqlarına yürüşünü davam etdirdi. İrəvan və Şəki xanlıqlarını da Urmiya xanlığına tabe etdi. İrəvan və Şəki xanlıqlarını. Və Urmiya xanlığının bu qədər həm cənub, həm şimalda apardığı birləşdirmə siyasəti, necə ki dedim, Cənubi Azərbaycanda eyni zamanda digər tərəfdən İran ərazilərində qüvvələr var idi. Kərim xan Zənd, Məhəmməd Həsən xan Qacar. Məhəmməd Həsən xan Qacar vəfat edir, orada əsasən mübarizədə qalır Kərim xan Zənd. Və Zəndilərin hökmdarıdır. Soyadı Zənddir, yəni bu Zənd tayfalarının nəslinin hökmdarı idi. Və Kərim xan Zəndə məlumat olur ki, Urmiyalı Fətəli xan birləşdirmə siyasəti aparır və 1760-cı ildə, baxın burada da qeyd etmişəm, Kərim xan Zənd birbaşa Azərbaycan cənub torpaqlarına yürüş edir. Fətəli xan Əfşarın üzərində yürüş edir. 1761-ci ildə tərəflər arasında Ucan düzündə Qaraçəmən yaxınlığında döyüş olur. Bəli. Bu döyüşdə əslində bəlkə də Fətəli xan qalib gələ bilərdi. Amma niyə qalib gəlmədi? Birincisi, Zəndilərin hökmdarı Kərim xan Zəndin qüvvələri çox idi. Digər tərəfdən isə, yadınızdadır, biz bu xanlığı izah edəndə dedik ki, Urmiyalı Fətəli xan Xoy xanı Şahbaz xanla da ittifaq qurmuşdu. Şahbaz xan ona döyüşlərdə birləşdirmə siyasəti Amma o xəyanət edir. edirdi. Bəli, xəyanət etdi. Xəyanət etdi. Xanlıqlar dövründə xəyanətlər çox olub. Və xəyanət edir, keçir Zəndilərin tərəfinə. Bu da Pənahəli xanın Öz mənfəətlərinə görə xəyanət edirlər. Ay sağ ol, bəli, öz mənfəətlərinə görə xəyanət edirlər. Və bu da deməli Fətəli xan Əfşar geri çəkilməyə məcbur oldu. Urmiya qalasına geri çəkildi və Urmiya qalasına geri çəkilsə də 1762-ci ildə Kərim xan Zənd Marağa şəhərini tutdu. Sonra 9 aylıq mühasirədən sonra oradan gəlir Urmiya şəhərində tutur. Urmiya tutulandan sonra 1763-cü ildə Fətəli xan Əfşar ailəsi ilə birlikdə əsir alınır və aparılır Şiraza. Yadınızdadır, deyirdim bayaq, Şiraz hakimi Kərim xan Zənd. Kərim xan Zənd Şirazdaydı. Oradan Azərbaycan torpaqlarına hücumlar edirdi. Oradan gəlirdi. Apardı Şiraza və Şiraza gedəndə tarixdə belə bir maraqlı hadisə də olub. Mən buna maraqlı deyirəm. Əslində bu o dövrdə doğrudan da göstərir ki, bizim xanlıqlarımız arasında necə ciddi bir problemlər olub. Bunlar birlikdə ümumi düşmənə qarşı mübarizə apara bilməyiblər. Deməli, Fətəli xan Əfşarı məğlub etdiyinə görə Kərim xan Zəndə kömək edən bizim xanlıqlarımız var. Ekranda görürsünüz qırmızı hərflə yazılan xanlıqları. Hansıları yazılıb? Qarabağ, Qaradağ, Naxçıvan, Xoy, bir də Sərab. Sərab, bəli. Naxçıvan, Xoy, Sərab, Qarabağ, Qaradağ. Bu 5 xanlıq Kərim xan Zəndə Urmiyalı Fətəlini məğlub etməkdə kömək ediblər. Bizim xanlıqlarımızdır.
gedib Urmiyalı Fətəlini məğlub etməyində iştirak ediblər. Və Kərim xan Zənd də bunlara deyir ki, Fətəli xan Əfşarı məğlub etmişik də, gəlin gedəyin Şirazda sizə qonaqlıq verəcəm. Bu xanlıqların hamısını aparır Şiraza və onları orada girov olaraq saxlayır. Öz xanlıqlarını qayıtmasına icazə vermir. Hətta bəzilərini orada edam da elətdirir. Bu da bunların qonaqlığı. Görsünüz, öz torpağından, öz mənşəyindən olan, yəni türk mənşəli öz xanlığına xəyanət edərək getdilər Kərim xan Zəndin tərəfinə. O da təbii ki, nə ilə nəticələndi? Getdilər, onların heç biri qayıtmadı. Qarabağlı Pənahəli xanı idi. Sonra Qaradağ xanı Kazım xanı idi. Sərəb xanı Əli xanı idi. Xoy xanı Şahbaz xanı idi. Naxçıvan xanı Hacı xanı idi. Bunlar getdi, Şiraz qonaqlığında iştirak edən xanlıqlardı. Və girov olaraq da orada saxlanıldılar. Yəni, bu da bu xanlıqların ilkin dövrdə mərhələli formada taleyləri. Fətəli xan Əfşar birləşdirmə siyasəti tam sonunda uğurla nəticələnmədi. Çünki birincisi Azərbaycan xanlıqları arasında birlik yox idi. Yəni özünüz də görürsünüz ki, bu 5 dənə xanlıq ilə birləşdi, Kərim xan Zəndə köməklik etdi. Xanlıqlar arasında birlik yox idi. Digər tərəfdən isə xanlıqların bir-birinə qarşı digər qüvvələrlə ittifaq yaradırdılar. Digər qüvvələr deyəndə elə bayaq nümunə də göstərdik ki, bu xanlıqlar Kərim xan Zəndlə ittifaq yaratmışdılar. Buna görə Azərbaycanı deməli tam vahid halda birləşdirməyi bacara bilmədilər. Təbii ki, Urmiya Fətəli xanın məğlubiyyətindən sonra 1763-də deməli Kərim xan Zənd Azərbaycan cənub ərazilərinin bir hissəsini öz hakimiyyətini yaydı. Urmiya xanlığı zəiflədi və ondan asılı olan xanlıqları vardı. Ondan asılı olan xanlıqlar hansılardı? Urmiyalı Fətəli xan Əfşarın özünə tabe etdiyi xanlıqlar vardı. Bayaq bəzilərini qeyd etdik. İrəvan, Şəki, Qarabağ. Sonra bunlar şimal xanlıqlarındandır. Cənub xanlıqlarından Marağa, Qaradağ, Təbriz, Xoy, Sərab bu xanlıqları özünə tabe etmişdi. Deməli belə, bu da Urmiya xanlığının bu dövrdə baş verən siyasi prosesləri. Bu arada birdən fikirləşərsiniz ki, Urmiya xanlığı elə 1763-də süqut etdi. 63-də süqut etmədi. Qısa müddətliyində öz müstəqilliyin deməli itirə bilər. Amma Urmiya xanlığı biz məsələn mənbələrdə qeyd edirik ki, Cənubi Azərbaycan tarixin keçəndə deyirik ki, 19-cu əsrdə, yəni 18 də deyil hətta, 19-cu əsrdə Cənubi Azərbaycan xanlıqlarından Urmiya və Makru xanlığı hələ də adı mənbələrdə keçir. Yəni xanlıq idarə üsulu hələ də onlarda saxlanılmışdı, adı mənbələrdə çəkilir. Amma onlar təbii ki də o dövrdə Qacarlar sülaləsinin idarəçiliyi altında idilər. Həmin dövrdə Cənubi Azərbaycanda Qacarlar sülaləsi idi ki, onlar da 1925-ə qədər deməli həm Cənubi Azərbaycan, həm də ki deməli İran ərazilərində idarəçilikdə olacaqlar. 1925-dən sonra Qacarlardan sonra gələcək Pəhləvilər sülaləsi. İndi o tərəf getmirik. Ora getsək bir qədər mövzular qarışıqdır. Ona görə qaydaq elə Cənubi Azərbaycana. İndi bizim Urmiya xanlığına xəyanət edən növbəti xanlığımız Xoy xanlığı. Görürsünüz, yaxşı rəngli xanalarla da vermişəm ki, oxuyanda maraqlı olsun. Xoy xanlığı da 1747-ci ildə Nadir Şah Əfşarın yəni dövlətinin süqutundan sonra yaranıb. Xanlığın əsasını bu arada qeyd edim. Xanlığın əsasını Şahbaz xan tərəfindən qoyulmuşdu. O ekrana baxın, burada qeyd etmişəm yazıda. Şahbaz xan tərəfindən yaradılmışdı Xoy xanlığı 1747-ci ildə. Bunlar kimlər idi? Şahbaz xan əvvəlcə Fətəli xan Əfşarla ittifaq yaradır. Sonra 1761-ci ildə Kərim xan Zənd buna vədlər verir ki, gəl keç gedən Zəndlərin tərəfinə, Fətəli xan Əfşarın asıllığından çıxacaqsan. Yəni buna vədlər verir, amma bu vədlərin heç biri sonraki dövrdə həyata keçmir. Çünki Şahbaz xan da Şiraz qonaqlığına gedir və geri qayıtmır. Şahbaz xandan sonra gəlir hakimiyyətə Əhməd xan 1763-1786. Əhməd xan da bir qədər güclü dövr olur. Hətta onun dövründə Xoy xanlığı daha da güclənir və Kartli Kaxetiya çarlığı ilə diplomatik münasibətlər yaratmışdı. Diplomatik əlaqələr saxlamışdı.
Naxçıvan, İrəvan, Təbriz və Qaradağ asılı hala salınmışdır. Yəni bu adları qeyd etdiyim xanlıqlar var. İrəvan, Naxçıvan, Qaradağ və Təbriz. Bu xanlıqları Xoy xanlığı özündən asılı hala salmışdı. Və eyni zamanda Təbriz xanlığı ilə birlikdə Urmiya xanlığına da hücumlar etmişdi. Yəni bunlar ittifaqlar da yaratmışdı. 1786-cı ildə Əhməd xan öldürülür, yəni qətlə yetirilir. Öldürülməsindən sonra xanlıqda hakimiyyət uğrunda mübarizələr olur və xanlıq Qacarlar sülaləsindən asılı hala düşərək tədricən müstəqilliyini itirir. Yəni Qacarlardan asılı hala düşməsi təxminən deyə bilərik 18-ci əsrin sonu Qacarlardan Əhməd xanın ölümündən sonra asılı hala düşür. Mən aslında Burada bu xanlığımız Qacarlar, güclü olur. Necə? burada Qacarlar özünün bir xanlığı var idi, yoxsa özləri bir dövlət idi Yox, Qacarlar. Qacarlar hələ dövlət yaratmamışdılar. Qacarlar həm İran ərazisinin bir hissəsi, həm də Cənubi Azərbaycanda bir qədər siyasi hakimiyyəti güclü olan sülalə idilər. Hə, Sülalə. Bu arada Qacarlar da mənbələr göstərir ki, Qacarlar da türk olublar. Məsələn, Ağa Məhəmməd Şah Qacar var. Adını eşitmisiniz? Qacarlar tanınmış hökmdarlarından biri olub. Ağa Məhəmməd Şah Qacarın Bəli, bəli. Qacarlar o dövrdə iki nəslə bölürdü. Dəvəli Qacarları, Qovanlı Qacarları. İki nəslə ayrılırdılar. Mənbələr bizə göstərir ki, onlar türk olublar. Sadəcə siyasi proseslərdə onların adları daha çox gedəcək. 18-ci əsrin sonu hətta sizə belə bir məlumat da verim. Ağa Məhəmməd Şah Qacar, o da Azərbaycan, hətta əvvəl xan olur, sonra şah olur. O da Azərbaycan torpaqlarını birləşdirmək siyasət aparır. Qacarlar, Ağa Məhəmməd Şah Qacar deyirdi ki, mən Azərbaycanı vahid halda birləşdirib, mərkəzləşdirilmiş dövlət yaradıb, Səfəvi dövlətini bərpa edəcəm. Səfəvi dövlət deyəndə görürsünüz, birbaşa artıq bunlar da göstərir ki, Azərbaycan, bunlar da türk dövlətlərindən olublar. Sadəcə, bilirsiniz, bu dövr o qədər qarışıq bir dövrdür, feodal pərakəndəlik dövrüdür ki, halbuki hamısı Azərbaycan türküdür, Azərbaycan xanlığıdır, amma nə baş verir? Bir-birinə qarşı düşmən münasibət bəsləyirlər. Öz ərazilərində müstəqil olmaq istəyirlər. Xoy xanlığı dedik 18-ci əsrin sonu Qacarlardan asılı hala düşür. Gəlir növbəti xanlığımız Təbriz xanlığı. Təbriz xanlığı haqqında da əsas məlumatı qeyd etmişəm. Biz Əmiraslan xanın adını eşitmişik. 1747-ci ildə Əmiraslan Nadir Şahın əmisi Ay sağ ol, əmisi oğludur və Nadir Şah öləndən sonra bir dənə də demişdim, 3-cü San Mirzə üsyanı. Yadınızdadır? 1747. 47, ay sağ ol. Nadirin sui-qəsd nəticəsində ölümündən sonra 3-cü San Mirzə dedi ki, mən də Səfəvi nəslindənəm və bu dövrdə üsyanla yəni üsyan qaldırmışdı. Əmiraslan xan tərəfindən həmin üsyan yatırıldı və 1747-də Təbriz xanlığı, yəni ərazisində Təbriz xanlığı da yaradılmışdı. Təbriz xanlığı Ərdəbil və Qaradağ xanlıqlarını özünə tabe etmişdi, yəni özündən asılı vəziyyətə salmışdı. Bu da görürsünüz nə göstərir? Əslində Cənubi Azərbaycan xanlıqları bir qədər zəif olublar. Ərdəbildir, Zəncandır, Sərabdır, Makudur, Qaradağdır. Bunlar o qədər də çox siyasi proseslərdə iştirak etməyiblər. İdarəçilikləri zəif olub. Və Urmiya xanlığından da bu arada asılı vəziyyətə düşmüşdü Təbriz xanlığı. Bayaq demişdim, Urmiya xanlığının birinci mərkəzi Urmiya olur, sonra olur Təbriz şəhəri. Və necə? Yox, mən elə dediyinizi deyirdim mən də. Ay sağ ol, bəli, doğrudur. 1763-cü ildə isə deməli Fətəli Xanəfşarın ölümündən sonra, yəni Şirazda edam olunur. Şiraz yəni ərazidə, şəhərdə. Orada edamından sonra Təbriz xanlığı da olur müstəqil. Yəni müstəqil onda müstəqil olur. Amma sonraki dövrlərdə 19-cu əsrdə Təbriz xanlığı da ləğv olunacaq. Daxili müstəqilliyin deməli itirəcək. Hətta 18-ci əsrin sonundan demək olar ki, Təbriz xanlığı o qədər də siyasi proseslərdə iştirak etməyəcək. Yəni 18 müstəqilliyin yenidən bərpa etsə də biz demək olar ki 19-cu əsrin əvvəllərində Təbriz xanlığının ciddi bir siyasi fəaliyyət haqqında çox şey qeyd edə bilmədik. Ərdəbil xanlığı da Şahsevən tayfasından olan Bədir xan tərəfindən yaradılmışdı. O da elə 1747-də yaradılıb.
və Təbriz və Qarabağ xanlıqlarını bu xanlıqlarından asılı hala düşmüşdü. Yəni həm Təbriz, həm Qarabağ. Baxın, Qaradağ demirəm, amma Qarabağ. Qarabağ Şimal Azərbaycan xanlıqlarındandır. Qaradağ isə Cənubi Azərbaycan xanlıqlarındandır. Orada da Qaradağ adlı vilayət var. Təbriz və Qarabağ xanlıqlarından asılı vəziyyətə düşmüşdü. 1784-cü ildə də Qubalı Fətəli xan yürüş edəndə, baxın, Urmiyalı Fətəli demirəm, Qubalı Fətəli yürüş edir və Ərdəbil xanlığını özündən asılı hala salır. Bu arada əslində Qubalı Fətəli xan da birləşdirmə siyasəti aparıb. Urmiyalı Fətəli xan kimi. İkisinin də adı Fətəli olub. İkisi də aparıb, amma ikisininki də uğursuzluqla nəticələnib. Urmiyalı Fətəli xan zəndlərin hücumuna məruz qalır. Urmiya şəhərinin ələ keçirilir. Ondan sonra edam olunur. Yəni Qubalı Fətəli xan isə o da cənuba qədər gəldi, amma Qubalı Fətəli xan Ərdəbili ələ keçirəndən sonra Rusiya narazılıq bildirdi. Fətəli xana dedi ki, qoşunlarını Cənubi Azərbaycan torpaqlarından çıxar və Rusiyanın narazılığına görə bu da Cənubi Azərbaycanda daimi olaraq qala bilmədi. Qubalı Fətəli xan yoxsa Əfşar? Qubalı Fətəli xan. Qubalı Fətəli xan. Urmiyalı Fətəli xan nəzərdə tutsaq, Urmiyalı Fətəli xan Ərdəbili tabe etməyib. Urmiyalı Fətəli xan Əfşar Ərdəbili özünə tabe etməyib. Amma Qubalı Fətəli xan Ərdəbili tabe edib. Və 18-ci əsrin sonlarından digər xanlıqlarda olduğu kimi bu da Ərdəbil xanlığı da Qacarlar dövləti tərəfindən müstəqilliyini itirmişdir. Yəni Qacarlara tabe olur, öz müstəqilliyini itirir. Digər xanlıqlar da Makudu, Marağadı, Sərabdı, Zəncandı. Bunların hamısı 18-ci əsrin sonunda Qacarlardan asılı hala düşürlər. Ərdəbil xanlığın adlarına diqqət edərsiniz. Bədir xan, Şahsevən tayfasından olan Bədir xan. Gəlir bizim digər rəngli xanlığımız Qaradağ xanlığı. Bu xanlıq da 18-ci əsrin ortaları 1747-də Kazım xan tərəfindən yaradılmışdı. Mərkəzi olmuşdu Əhər şəhəri. Bu xanlığın mərkəzi Əhər şəhəridir. Və Urmiya və Qarabağ xanlıqlarından asılı vəziyyətə düşmüşdü. Kifayət qədər güclü bir xanlıq olmayıb. 1782-ci ildə isə Qarabağ və Xoy xanlıqları birləşir. Qarabağ və Xoy. İkisi birləşir və bunların birləşməsi nəticəsində deməli Qaradağ xanlığının əraziləri bölüşdürülür. Yəni Qaradağ xanlığının ərazilərinin bölüşdürülməsinin səbəbi budur. Və Qaradağ xanlığı ilk sükut edən xanlığımızdır. Bunu yaddan çıxarmayın. Qaradağ xanlığı Azərbaycanın ilk sükut edən xanlığıdır. Gedib Urmiyanı götürməyin. Urmiya düzdür, 1763-də Urmiya xanlığı Fətəli xan Əfşar edam olundu. Amma bu demək deyil ki, Urmiya xanlığı sükut etdi. Yenə də müstəqilliyi saxlamışdı. Qaradağ xanlığı isə 1782-də Xoy və Qarabağ arasında bölüşdürüldü və ilk müstəqilliyini itirən, ilk sükut edən xanlığımız Qaradağ xanlığıdır. Digəri Maku xanlığıdır. Maku xanlığı Çuxursəd Bəylərbəyliyi ərazisində yaranmışdı. Çuxursəd Bəylərbəyliyi yadınızdadır Səfəvlərin dövründən. Keçmişdik. Bəli, Şah yadıma 1. Abbas yaratmışdı. Bəylərbəyliləri bölmüşdü. Şah 1. Abbas Azərbaycan Bəylərbəyliyini yaratmışdı. Onları birləşdirir Azərbaycan Bəylərbəyliyi. Amma Bəli, əvvəl Çuxursəd, Təbriz, Çuxursəd, Təbriz, sonra Şirvan, bəli. Qarabağ, hətta Qarabağ Bəylərbəyliyinin mərkəzi. Şirvan, Təbriz, Çuxursəd. Ay, sağ ol, bəli. Qarabağın mərkəzi Gəncə idi, Şirvanın mərkəzi Şamaxı idi, Təbrizin mərkəzi ilə Təbriz idi, Çuxursədin də mərkəzi İrəvan idi. Makkudu, sonra Naxçıvandı, İrəvanın olduğu yerlər Çuxursəd Bəylərbəyliyinin tərkibində idi. Makkudu orada yaranmışdı, Çuxursəd Bəylərbəyliyinin ərazisində. Və bu xanlığı Bayat tayfası tərəfindən, Bayat tayfasından olan Əhməd xan tərəfindən yaradılmışdı. İki Əhməd xan olub, bunları qarışdırmayın. Digəri Xoy hakimi, Xoy xan Əhməd xandır. Biri də Maku xanından Əhməd xandır. Bunun da qədər heç bir demək olar ki, siyasi fəaliyyət olmayıb. 18-ci əsrin sonlarında Qacarlardan asılı vəziyyətə düşüblər. Digər gəlir Sərab xanlığı. Bu da maraqlı bir xanlığımızdır. Sərab xanlığın Türk nəslindən olan Şəqqaqi tayfasından Əli xan tərəfindən yaradılmışdı. Sadıq xanın dövründə, Əli xandan sonra Sadıq xan var. Onun dövründə xanlıq bir qədər güclənir və 18-ci əsrin sonlarında bunlar da Qacarlar dövlətinə tabe olur. Yəni onların tərkibinə daxil olur. Desəz ki, müəllim, Cənubi Azərbaycan xanlıqlarından çoxmu sual düşür? Xeyr, daha çox Urmiyadan.
düşər. Digər Cənubi Azərbaycan xanlıqlarından, yəni o qədər də ayrıca suallar düşmür. Sərəb xanlığın dediyi Şəqqaqi tayfasından Əli xan tərəfindən, bir də Marağa xanlığımız var. Marağa xanlığında Müqəddəm tayfasından olan Əliqulu xan tərəfindən yaradılmışdı. Bu xanlığımız, bu da siyasi proseslərdə də çox iştirak etməyib. 18-ci əsrin sonlarında Qacarlar dövlətinin tərkibinə daxil olur və daxili müstəqilliyin itirir. Bir müddətliyin itirir. Bir müddətliyi itirəndəndə ki, yəni artıq xanlıq idarə üsulundan çox artıq olur Qacarlar sülaləsi dövründə Qacarlar dövlətinin bir şəhəri. Ayrıca Marağa şəhəri məsələn. Zəncər xanlığında Əfşar tayfasından olan Zülfüqar xan tərəfindən yaradılmışdı. Bir müddət o ərazilər, yəni Qəzvin torpaqlarının özündən asılı hala salmışdı. Yəni Əfşar tayfası tərəfindən yaradılmışdı. Bu da Marağa, Sərab, Makku xanlıqlarında olduğu kimi Zəncan xanlığı da 18-ci əsrin sonlarında Qacarların tərkibinə daxil edilmişdi. Yəni Qacarlar o əraziləri əhatə etdikcə artıq Cənubi Azərbaycan xanlıqlarını da özündən tabe etmişdilər. Yəni Marağa məsələn elə mərkəzi Marağa idi, Təbrizin mərkəzi Təbriz idi. Hər xanlığın, bu arada onu da qeyd edim, hər xanlığın mərkəzi elə öz şəhəri olub. Tutaq ki, Şəkiyin mərkəzi Şəki idi. Nə bilim, Makkuun mərkəzi Makku idi, Marağanın mərkəzi Marağa idi. Bir dənə Urmiya xanlığı, Urmiya xanlığında birinci mərkəz olur Urmiya, sonra olur Təbriz. Yəni bir qədər fəaliyyətlərin artırandan sonra mərkəzin Təbrizə köçürürlər. Makku indiki hansı ərazimizə düşür təxminən? Makku Cənubi Azərbaycan əraziləridir. Arazdan cənubdakı. İndi Makku deyə bir ərazi xanlıq yoxdur təəssüf ki. Baxın. Xəritəni görürsünüz? Bəli. Arazdan, Araz çayı ekranda görünür xəritədə. Araz çayı. Bəli, görünür. Araz. Baxın o Araz çayından aşağıda olan yerlərin hamısı Cənubi Azərbaycandır. Araz o xətt çəkir, Araz xətti. O Arazın xətti ilə baxın Naxçıvan tərəfi aşağı ilə gedir. O Araz çayından aşağıda olan ərazilər hamısı Cənubi Azərbaycandır və Cənubi Azərbaycanda mövcud olan ərazilər hamısı indi hansı dövlətin tərkibindədir? İranın. İranın, bəli. İranın sərhədləri daxilində gedir. Yuxarıda məsələn bizim Dərbənd xanlığımız olub. Dərbənd də görünür, baxın. Dərbənd indi Rusiya Federasiyasının tərkibində olub. Sonra İrəvana baxın. İrəvan Ermənistandadır indi. Göyçə-Göl ərazilər Ermənistandadır. Görsünüz xəritəmiz nə qədər böyük olub əslində. İrəvan xanlığı necə olub Ermənistan dövlətinin tərkibinə düşüb? Biz vermişik, yoxsa özləri Yox, o gəlmişik? tarixi bir zərurət nəticəsində olub. Onda xanlıq deyil daha. İrəvan veriləndə uşaqlar xanlıq deyildi. Bəli. İrəvan şəhər idi onda. Xanlıq qaldı 18-ci əsrdə. İrəvanın verilməsi 20-ci əsrdə. İrəvanı qəribə ad eləmişdilər adlarını. Bəli. İrəvanın verilməsi indi 21-ci əsr, düzdür? İrəvanın verilməsi keçən əsrdə olub, 20-ci əsrdə olub. 1918-ci ildə 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yaranır. Cənubi Qafqazda bilirsiniz ki, 3 dənə respublika vardı. Azərbaycan, Gürcüstan, Ermənistan, düzdürmü? 1918-ci ilin may ayının 25-də və 26-sında artıq həmin dövrdə Cənubi Qafqaz ərazilərini idarə edən Zaqafqaziya, biz Cənubi Qafqaz deyirik. O dövrdə mənbələrdə həmin ərazilər Çar Rusiyasının əsarət dövründə olanda onlar deyirdilər Çar Rusiyası, sonra olur Sovet Rusiyası. Ona deyirdilər, bu arada o dövr Sovet Rusiyası sayılır. Adı gedirdi Zaqafqaziya, yəni Cənubi Qafqaz. Çünki 1917-də Rusiyada Çar hakimiyyəti devrilir. Hakimiyyət artıq olur Sovet Rusiyası. 1922-dən sonra da olur SSR. Və bu ərazilərdə deməli 1918-də may ayında Seym fəaliyyətini dayandırdı. Mayın 26-sı Gürcülər dedilər ki, biz müstəqil respublika elan edirik özümüzü. Mayın 27-sində biz Milli Şuranı yaratdıq Məmməd Əmin Rəsulzadənin başçılığı ilə. May ayının 28-ci günü 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətini yaratdıq. Deməli, Gürcüstan da müstəqilliyini elan etdi, Azərbaycanda. Kim qaldı? Azərbaycan, Gürcüstan, Ermənistan. Bir dənə qaldı ermənilər. Bizim müstəqilliyimizin elan edəndə ermənilər dedi ki, biz də ərazi istəyirik, biz də müstəqillik istəyirik. Əvvəl onlar Aleksandropol istəyirdi, Gümrü şəhəri. Onun əsl adı Aleksandropoldur.
indi Osmanlı türk mənbələrində Gümrü deyirlər də. Oranı istəyirdilər və Osmanlı dövlət də dedi ki, biz Gümrünü heç vaxt ermənilərə vermərik. Çünki yeni bir münaqişə yarana bilərdi. Və ermənilər o dövrdə Qarabağ ərazilərinə tez-tez hücumlar edirdi, qırğınlar törədirdilər deyə, soyqırımlar törədirdi onlar Azərbaycan ərazilərində. Və ermənilər Cümhuriyyət nümayəndələrinə bildirdilər ki, İrəvanı verin, biz müstəqilliyimizi elan edək, əvəzinə bütün Qarabağ ərazilərindən geri çəkiləcəyik. Və İrəvan sənəd üzərində verildi, amma ermənilər sözün yerinə yetirmədilər. İndi birdən desəz, Qay müəllim, bəs necə oldu inandıq? Necə oldu inandıq deyəndə bu tarixi bir zərurətdir. O dövrdə yəni bilirsiniz də 1918 hələ də Birinci Dünya müharibəsinin davam etdiyi dövr idi. Birinci Dünya müharibəsi 1914-də başladı, 1918-in noyabrında bitdi. İrəvanın da verilmə məsələsi 18-in mayındadır. Bir tərəfdən müharibə ərəfəsi davam edir hələ də, digər tərəfdən güclü Avropa ölkələrinin təzyiqlərinə məruz qalırdıq və belə bir şəraitdə tarixi bir zərurət oldu. Zərurət idi ki, o da deməli Ermənistana, ermənilərə verilmişdi. Amma yaddan çıxarmayın, həmişə deyirəm, İrəvan tarixi türk torpağıdır. Tarixi Azərbaycan ərazisinin bir hissəsidir. Həmişə ərazilər deyəndə demirik Ermənistan, deyirik ki, Qərbi Azərbaycan. O torpaqlar Qərbi Azərbaycanın torpaqlarıdır. Burada bizim bir testimiz var. İstəyirəm ki, elə bugünkü mövzumuzu xəritə sualından testimizə baxaq. Bilmirəm, testimiz ekranda görünər, görünməz. Ekranda görünür testimiz. Bəli, görsəniz mən görürəm. Aha, ay sağ ol. Bəli. Məsələn, elə burada görünən 5-ci sualımıza baxaq. 5-ci sualda deyir ki, bəli, 5-ci suala baxın. Urmiyalı Fətəli xanın öldürülməsi sonra Cənub Azərbaycan ən yüksək xanlığı idi. Kartlı Kahya çağır. Bunu demişdiniz, Kartlı Kahya ilə çağırırlar. Xoy yox. Şahbaz xan idi. Ay sağ ol. Elə düz dedin cavabı. Şahbaz xan Xoy Xoyda xanlığı. da Xoy xanlığı. Xoy xanlığı, ay sağ ol. Xoy xanlığı. Xoy xanlığı ilə əlaqələr saxlamışdı. Sonra 1-ci suala baxın, xəritə sualına. Qubalıq Fətəli xan tərəfindən. Qubalıq Fətəli xan deməli hansı xanlığı idi? Təbrizi yox, Əmir Aslan yaratmışdısa, Qubalıq Fətəli xan. Yox, ələ keçirdiyi yer deyir. 18-ci Burada əsr. 3 olan ərazidir. Hə, Qubanı keçməmişik elə, amma bayaqları mən demişdim. Qubalı Fətəli xan ora gəlir. Hətta Ramilə sualı vermişdi ki, müəllimə bu Urmiyalı Fətəli yoxsa Qubalı Fətəli? Gəlib həmin şəhəri ələ keçirmişdi 1784-də. 3 ay sağ ol. Haradır? 1784 Ərdəbildir orası. Ərdəbil, bəli. Ərdəbil şəhəri. Ərdəbil. Sonra 7-ci sual. Şiraz qonaqlığına getməyən xanlığımız hansıdır? Naxçıvan. Naxçıvan Yox, gedib axı. Naxçıvan gedib. Deməli, Yox, Qarabağ, Ev Qaradağ getmişdi. Şəki. Şəki Hə, getməmiş. Şəki getməmişdi, bəli. bəli. 9-cu suala baxın, maraqlı sualdır. Şəqqaqı tayfası Sərab idi ki, Şəqqaqi. Şahsevən tayfası Xoy xanlığı bu səhvdir. Ay sağ ol. Şahsevən hansındaydı? Ərdəbildə. Ərdəbildə idi, bəli. Şahsevən tayfası Ərdəbil xanlığını yaratmışdı, Bədir xanın başçılığı ilə. Əvvəl bu arada Ərdəbil xanlığında xanın adı Bəbir xan gedirdi. Sonra kitablarda dəyişikliklər oldu Bədir xan. Şahsevən tayfası bəli, Xoyda deyil, deməli Ərdəbildə idi. Sonra burada bir dənə maraqlı görək xəritə suallarımız varmı? Bu testlər ancaq Cənubi Azərbaycan xanlıqlarına aid olan testlərdir. Aha. Məsələn, 25-ə nə deyə bilərik? 25-i. Hə, Maku xanlığı, Sərab xanlığı və Marağa xanlığı.
Fətəli xan Əfşara qarşı Kərəm xanzadə müttəfiqinə çevrilmişdi. Fətəli xan Əfşar Makuf tərəfindən xanlığı bayaq Türk tayfası tərəfindən idarə edilirdi. Sərab xanlığı əsasının Əli xan tərəfindən qoyulması, Düzdür. e, Marğa xanlığı Fətəli xan Əfşara qarşı. Marağı Yox, xanlığı hakimiyyətin müqəddəm tayfasının əlində cəmləşməsi olurdu. müqəddəm tayfası, bəli. Deməli müqəddəm oldu Marağı xanlığına. 3 oldu de. 2 oldu hansı? Sərab xanlığı Aha. 2-yə Aynab bəy. Şəqqaqi xanlığı tərəfindən yaradılmış Sərəb xanlığı. Şəqqaqi tayfasından olan Əli xan Əli tərəfindən, xan. bəli. B Əli gedir xan 2-yə. birdən 2-yə Aynab bəy. Yox, A gedir. Fətəli xan Şərab xan Kərim xan Zəndi müttəfiqinə çevrilmişdi. Bəli. 2 yanı o da düzdür. Doğrudur. Şiraz qonaqlığına Sərab xanlığı da getmişdi Əli xan. Ay sağ ol. Maku ilə Marağa getməyim mən. Yox, Maku getməmişdi Şiraz qonaqlığına. Şiraz qonaqlığına getmişdi. Qaradağ, Qarabağ, Xoy, Naxçıvan, Xoy. Naxçıvan, bir də Sərab. Sərab. Deməli, A ilə B getdi Səraba. C hara getdi? Makuya. Makuya. Sonra Marağa hansı getdi? Marağa Ee, Əli xan deyirik biz. Yox, Marağa xanı. Hakimiyyətin müqəddəm tayfasının əlində cəmləşməsi. D variantı. Bəli, müqəddəm tayfası. Y hansısa birini ola bilərmi? Vahid halda birləşdirmək siyasəti. Müəllim, bunu Əfşar xanlığı eləmişdi. Yox, Bunu Nadir bəli. Şah Əfşan Yasir xanlığı, Urmiya. Bunu Urmiya, ay sağ ol, Urmiya aparmışdı. Urmiya. Digərləri, bu cənub xanlıqları bir qədər zəif olub. Onlar o qədər də birləşdirmə siyasəti aparmayıblar. Burada bir dənə qəşəng sual var. Şahsevən tayfası tərəfindən idarə olunmuşdu. Şahsevən tayfası bir kim dediyi qız yadımdan çıxdı. Ərdəbil. Demişdi. Şahsevən tayfası Ərdəbil. 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 Bədir xan tərəfindən yaradılmışdı, düz deyir, Şahsevən. Ərdəbil xan. Doğrudur. Yəni də sualımıza baxalım. Orada bir dənə hansı sualmış? Hə. 4-cü suala baxın görüm. 4-də də baxın. Sonra Əfşan yetinə. B variantı Şəki. Şəki, bəli. İrəvanı, Şəkini, ümumiyyətlə Fətəli xan Əfşarın tabe etdiyi şimal xanlıqlarımız. İrəvan, Şəki, Qarabağ. Bunların üçü şimal xanlıqlarımızdır. Bunları tabe etdiyi Arazdan şimaldadır. Marağa, Qaradağ, Xoy, Təbriz, Sərab bunlar cənub xanlıqlarımızdır. Bunları da Fətəli xan Əfşar özünə tabe etmişdir. İndi görürsüz əslində çətin mövzudurmu? Çətin deyil əslində. Bəli, çətin deyil. Xeyr, maraqlıdır. Bəli, maraqlı mövzudur. Sadəcə bir irəliləmə ardıcıllığı bilmək maraqlı olur. lazımdır, ardıcıllığı. Məsələn, indi sual verilib ki, İrəvandan sonra hansı olub Şəki məsələn. Əslində bu büslər heç bir olmayıb. Məntiqlə heç bir tapmaq olarmış. Məntiqlə bəli, tapmaq olur. Əslində xanlıqlar dövrü maraqlı dövrdür. Mən həmişə deyirəm, xanlıqlar dövrü Azərbaycan tarixində bir qədər düzdür, parçalanma dövrüdür. Yəni o dövrdə baxsaq çətinlikləri çoxdur. Ərazi bölünüb, hər xanlığımız, hər şəhərimiz bir öz müstəqilliyini elan edib. Hətta bunlarda demək olar ki, ölçü və pul vahidləri də fərqli idi. Bir xanlığın pulu digər xanlığında keçmirdi. Yəni bu da parçalanmadı birbaşa ölkənin. Pərakəndəlik. Bəli, pərakəndəlik. Birləşdirmə siyasəti aparırdı xanlıqlar, amma onlara da mane olan qüvvələr vardı deyə uğursuzluqla nəticələnirdilər. Deməli belə, bugün Cənubi Azərbaycan məsələsini belə qeyd etdik izahlı formada. Gələn dərslərdə inşallah istəyirəm ki, ümumi tarixdən nəsə maraqlı bir mövzulardan qeyd edəyik. Görək Mənə onlardan. şəxsən Ocaqlar üsyanı çox maraqlı idi. Oxuyanda çox sevə-sevə oxumuşdum Ocaqlar üsyanı. Aha. Ocaqlar üsyanı. Bəli, Bir dəfə 1358 deyildim mən biləm. Adolf Hitlerə dərs ayıra bilərsiniz Almaniya. Oradan edərik, bəli. Onlardan o mövzulardan bir ümumi. Dəfə eləmirəmsə o 9-cu sinifdə. Yox, o Almaniya mövzusu deyirsiniz. Almaniya mövzusu, bəli, onlar 9-cu sinifdə olan mövzulardır. Səsim aydın gəlir?